Bu həyat möcüzələr ilə doludur. Bəlkə də sən o möcüzələri görməyi unutmusan. Uşaqlıqda hamımız bu möcüzələri görürdük. Uşağa bax, hər bir şey möcüzə kimi bir zövqlə, bir gözlərini böyüdür, bir baxır, ona hər şey maraqlı gəlir. Sadəcə böyüyə-böyüyə sən möcüzələri görməyi unutursan. Öyrənmisən nəyi? Problemləri görməyi, problemləri böyütməyi. İnsan yalnız fokuslanır problemlərə. Bu yaşayışımızın, insanlığın və müasir insanın böyük bir problemidir ki, fokuslanır ancaq problemə. Nə çatışmır, nə alınmadı, nə itirildi, niyə bu pis baş verdi. Onların hər birinin içində bir möcüzə var əslində. Və sən bunları hər gün kiçik problemlərə görə, kiçik problemləri gördüyünə görə möcüzələri görməyi unutmusan. Möcüzələri görməyi unutmusan dostum. Və mən sadəcə bu informasiyanı sənə çatdırıram ki, bu həyat möcüzələrlə doludur. Səhər oyananda, axşam yatanda, gün ərzində özün öz proqramına yaz ki, bu həyat möcüzələrlə doludur. Bu həyat möcüzələrlə doludur. Bu həyat möcüzələrlə doludur və möcüzələri yavaş-yavaş görməyə başlayacaqsan. Bu mənim sənin üçün çəkiliş elədiyim kamera, yazmağım, bu bir möcüzədir. Bu təbiətimiz, təbiətə bax, əsl bir möcüzədir. Mənim danışmağım, mənim fikirləşməyim əsl möcüzədir. Beynin yaranma neyronlar əsl bir möcüzədir. Ruhumun enerji hiss eləməyim əsl bir möcüzədir. Sənin məni eşitməyin, qulaq asmağın, əhval-ruhiyyəvin qalxmağı əsl bir möcüzədir. Möcüzələr bilsən nə qədərdir? Say qurtarmaz. Yəni sənin beynin öyrəşib ki, fokuslanmağa ki, nə çatışmadı, nə olmadı, harda itirdim, harda o, harda bu və möcüzələri görmür və itirir və burada problem yaranır və sən möcüzələri görmürsən. Amma bu dünya möcüzələrlə doludur dərk eləyəndə dediyim kimi o paradigmanı özünə yazanda, təkrar proqramları özünə yazanda ki, bu möcüzə doludur, həyat möcüzələrlə doludur, doğrudan da bu belədir və möcüzələri başlayırsan görməyə. Sadəcə onları görən göz lazım. Sadəcə sən beyninlə yox, qəlbinlə, ruhunla, gözlərinlə baxmalısan və situasiyanı ruhunla interpretasiya eləyəndə əsl möcüzə onda başlayır. Keçmişə bax, o qədər çıxılmaz dediyim bir situasiyadan səni yaradan elə çıxardıb ki, möcüzə deyil, möcüzədir. Anında sənin üçün beyin onu elə qəbul eləmiş ki, bu problemdir, bu çıxılmaz vəziyyətdir. Amma möcüzəvi şəkildə sən problemlərdən çıxmısan, möcüzədir. O zaman da çıxış yolu görünmürdü. Amma artıq indi geriyə baxanda görsən axı bu möcüzədir. Uşağın doğulmağı, uşağın böyüməyi möcüzədir. Hamımız bu dünyaya necə gəlmişik. Uşaq, yəni bu boyda bədəndə, ana bətnində bax belə dırnaq boyda olur. Sonra böyüyür, sonra çıxır böyle möcüzədir, möcüzələri gör dostum. Qoyma beynin səni bu möcüzələri yaddan çıxartmağa təşviş eləsin. Hər şey sənin öz əlindədir. Başa düşürəm. Həyat elə olub ki, ətrafda görmüsən insanlar ki, fikir verirlər negativə, ancaq pisi böyüdürlər. İnsan yaxşını böyütmür. Yaxşını aylarla, illərlə danışmır. Amma pisi aylarla, illərlə danışır. Bu beynin işləmə mexanizmi belədir. Bunu qəbul eləmək lazımdır. Bunu başa düşmək lazımdır. Və başa düşmək lazımdır ki, həyat bu beynin fikirləşdiyi kimi deyil. Beyin həyatı tam olaraq görmür. Beyin çox vaxt yanılır. Amma biz əsas gücü daxilimizə, gözlərimizlə baxanda, hər bir şeyə gözlərimizlə baxanda, anında pauza verəndə hər şey rahatlaşır. Və gözlər elə belə demirlər ki, qəlbin aynasıdır, qəlbin yəni pəncərəsidir. Buradan da sən gözlərinlə hər bir şeyi görürsən və gözlərinlə gördüyün daha dəqiqdir. Həyatı yaradana güvənərək yaşayanda və bu həyatın bir oyun olduğunu biləndə ki, bu yaradan bizi bu oyuna göndərib və biz özümüzün seçimidir bu oyuna gəlmək və bu oyunda bizim keçəcəyimiz missiyalar var ki, onda həyat rahatlaşır. Və yaradana güvənəndə, onun möcüzələrinə inananda və güvənəndə ki, o möcüzəvidir doğrudan da, həyatın möcüzəvi şəkildə axmağa başlayır dostum. Nəyə görə həyatın möcüzəvi şəkildə axmağa başlayır? Çünki sən başa düşürsən ki, hər şey sənin nəzarətində deyil. Hər şey onun nəzarətində. Yaradanımızın, Allahımızın, yerin göyün sahibinin nəzarətindədir. Və onun nəzarətsizin
nəzarəti olmadan bir ağacdan yarpaq belə düşməz və hər bir şey və bir şey sənin başına gəlibsə də sadəcə olaraq beyinlə situasiyanı interpretasiya eləyib yox, pauza vermək lazımdır, nəfəs almaq lazımdır, gözlərlə baxmaq lazımdır, qəlblə situasiyanı baxıb və oradakı yaxşı, siyasəni yaxşı eləyən tərəfləri görmək lazımdır. Hə, bax onda sən möcüzəvi tərəfləri görməyə başlayırsan, həyatın necə möcüzələrlə dolu olduğunu görməyə başlayırsan və məsələn kommentdə də yaza bilərsən ki, sənin başına nə qədər möcüzəvi hadisələr başına gəlib. Mənə bu çox maraqlıdır. Mən ümumiyyətlə videolarımda demirəm, komment yaz, like elə, nə bilim, follow elə. Çünki mən bilirəm ki, qəlbinə mən kimin yaxınam, o məni follow da eləyəcək, like da eləyəcək, komment də yazacaq və məni izləyəcək də və mənə öz içində təşəkkürünü də eləyəcək. Yəni dediyim kimi, yəni mən bunu Allah üçün eləyirəm, yaradan üçün eləyirəm və mənə nə xoş ki, mənim sözlərimdən sən möcüzəni təzədən görməyə başladın və nə gözəl ki, doğrudan da həyatın möcüzəvi olduğunu dərk eləyirsən və Allaha inanırsan, onunla bağın daha da güclənir. Mən əgər zərrə qədər buna bir, yəni yaxşılıq eləmişəmsə, bir sözüm sənə təsir eləyibsə, bir addımım varsa, nə gözəl, nə xoş mənə və mən sadəcə ona görə dostum, kommenti yazmağı ona görə istəyirəm ki, əgər doğrudan da belə möcüzəvi bir situasiyalar baş veribsə, yaz kommentdə, biz də görək ki, insanın həyatında necə möcüzəvi, anında çıxış yolunu görmədiyin şeylər baş verə bilər. Anında elə bir şeylər baş verə bilər ki, anında sən çıxış yolunu görmürsən, anında sən düşünürsən ki, yəni bu çıxılmaz bir vəziyyətdir, amma necə möcüzəvi şəkildə sən oradan çıxırsan, yağ bal içində çıxırsan, ideal olaraq çıxırsan, bu möcüzələri mənə yaz, kommentə yaz, mənə də maraqlıdır. Bəlkə növbəti mövzularında da istifadə elədim. Baxan tamaşaçıya da bəlkə maraqlıdır, insanlara maraqlıdır. Yaz, qoy insanlar görsünlər ki, həyat möcüzə ilə doludur. Və dostum, sənin qorxuların, narahatçılığın və möcüzəyə inanmamağın, beyində olan problemləri böyütməyin ona görədir ki, yaradana inanmırsan. Yaradana inanmırsan çünki qidalanman düzgün deyil, çünki idmanla məşğul olmursan, çünki yediyin hər bir şey zirzibildir, internetdən baxdığın informasiya xaosdur, problemlərdir, müharibədir, xəstəlikdir, pandemiyadır, davadır, dalaşdır və qorxunun içində yaşayırsan. Və yaradana yaxınlaşdıqca, ona güvəndikcə, öz həyatını ona təslim olduqca, hər bir şeyin ona təslim olduqca, əsl güc onda gedir. Və başa düşürsən ki, həyat möcüzə ilə də doludur, səni sevən uca yaradan da var və hər bir attığın addım gözəl olur, xoş olur və qorxularını itir. Və Allahın yanında olduğunu hiss eləyən insan ürəyində inam hissi, ümid hissi, xoşbəxtçilik hissi, rahatçılıq hissi həmişə var. İnsanlığın özü bir möcüzədir, dünyanın özü bir möcüzədir və bütün həyat boyu bu möcüzə səni izləyəcək və həyatında gözəl, möhtəşəm, möcüzəvi şeylər baş verəcək. Sadəcə olaraq bil ki, sən Allah balasısan, bu dünyaya Allah səni gətirib, bu dünyada Allahla bir yerdə gedirsən, bunda daha rahat olursan və bu dünyadan sonra da Allahın yanına gedəcəksən. Və bu dünyada müvəqqəti dünyadır və bu dünyada çalışıb insanlığa, Allaha öz borcumuzu qaytarmalıyıq və qısacası dostum, yaradan yanında olduqca, ona yaxınlaşdıqca qorxuların azalır, narahatçılığın azalır, problemləri hiss eləməyin, problemləri görməyin azalır. Əksinə böyüyən tərəfin ümidin, inamın, imanın, sevgin, Allahın yanında olmağını hiss eləməyin səni o qədər rahat eləyir ki, və gələn bir problemi də problem kimi yox, bir fürsət kimi görürsən. Problem səni daha da yaxşı eləyir və Allaha daha da yaxın olursan və Allaha xidmət eləyirsən və insanlığa xidmət eləyib öz təşəkkürünü Allaha belə göndərirsən. Nur dostum, möcüzələrlə dolu bir həyatda unutma ki, sən özün də möcüzənin birisən. Və hər gün bu həyatda möcüzə olacağını gözlə. Və bu həyat doğrudan da möcüzələrlə doludur və həyatın həmişə möcüzələr içində xoşbəxtlik, sevgi, gülmək, xoş hisslər içində keçsin dostum. Uğurlar.